Bu dəfə avtomobilin icmalını yox, avtomobilin bir problemindən danışmaq istəyirik. Mən özümə də xoş və təəccüblü oldu ki, bu qədər ehtiyat hissəsini pulsuz olaraq dəyişmək. Təxminən dedilər bir 26 min manat civarında zapsas dəyişilir maşın üstündə. Mən də nəticədən danışıram. Əslində yaxşı nəticə var. Sonra bu mənfi cəhəti bütün yaxşı nəticələrin sıradan çıxardır. Yəni qara tüstü əməlli görünür də. Varmı bizim izləyicilər arasında eyni şeyi yaşayanlardan? Əladır. Yəni mühərrik ideal işləyir. Problem birisi nədir? Servis hər şeyi monitor arxasından baxır. Kodirovka olunmalıdır. Bundan bu düzəlməlidir. Bu düzəlmirsə Servis heç nəyə yaxındır. Bizim gördüyümüz heç bir işdə qüsur yoxdur. Mən də inanmıram. Bu şarj filtr məsələsinə oxşamır. Yəni indiyə qədər heç bir defekt olmadı. Heç bir. Yəni burada indi nə qeyd alıblar ki, qərara gəliblər ki, bunlar hamısı dəyişilməlidir. kiçik bir məsələ deyil. Yo, əslində yenə deyirəm, əla. Bu avtomobilin reklamı ola bilərdi. Dönüb reklamı oldu. Dostlar, hamıya salamlar. Bizim heç vaxt bu mövzuda çəkilişimiz olmayıb. Bu dəfə avtomobilin icmalını yox, avtomobilin bir problemindən danışmaq istəyirik. Deməli, tez-tez deyirik ki, bəs qlobalda filan marka geri çağırma elan elədi, filan detalları pulsuz dəyişdirirlər, filan şirkət çağırdı, apardıq. Bu dəfə də Jeep geri çağırma elan edib qlobalda. Bu 2016-cı ilin Grand Cherokee 3 dizelidir. Sıfırdan eyni adamındır, yəni ikinci əl dəyişməyib, deyək ki, nəsə olub filan. Və məsələ nədədir? Xeyli deyilənlərə görə 20 min üzərində, dəyəri 20 min üzərində ehtiyat hissələri dəyişdirilib. İndi onları həm də Rəşad Usta da artıq gördüyünə görə izah eləyəcək. Təbii ki, sürücümüz də danışacaq. Amma məsələ nədədir? Ondan sonra avtomobilin problemi başlayıb. İndi biz onu anlamağa çalışırıq ki, bu boyda həngamə, bu qədər dəyişiklik filan, əslində bu bir şeyin yaxşı PR-ıdır da ki, filan marka qlobalda elan olunduğuna görə bəzən deyirik ki, Azərbaycanda heç ona baş qoşan yoxdur, amma baş qoşan var. Belə şeyləri biz görmüşük müxtəlif Yapon avtomobillərində də, Amerika avtomobillərində də. İndi bu avtomobildə Rəşad Usta da, Fərid bəy də danışsınlar ki, nə olub, necə olub və həm də bunun çıxış yolu nədir, buna bir çarə tapmağa çalışacağıq. Rəşad Usta, Fərid, xoş gördük. Gəlin elə avtomobilin yanında bir nə baş verib. Rəşad Usta həm usta kimi gördüyüm deyir. Fərid bəylə mən elə öncədən bir danışığımız oldu. Birinci elə ilk mənə zəng elədi ki, belə bir problem olub. Bu geri çağırışla bağlı ehtiyat hissələrini dəyişiblər. Mən özümə də xoş və təəccüblü oldu ki, bu qədər ehtiyat hissəsini pulsuz olaraq dəyişmək gözəl, əla. Amma ondan sonra yaranan problem məni təəccübləndirdi və adətən bizim istinad nöqtəmiz servisdir də. Ən sonuncu odur. Çünki onlayn kodirovkalardadır, onlayn giriş onlardadır. Hər şeyin orijinal hissələri onlardadır. Bəli, və siz təsəvvür edin, indi mühərrikxananı açacağım Raqib bəy. Görün burada nələr dəyişib. Bir. İndi nəyə görə biliriksə orada təbii ki. Çünki elləri var ki, bu yanacaq nasosunun içindədir, yanacaq sistemidir. Amma bir də Fərid özü bizə desin ki, bu nə vaxt oldu, nə vaxtdan, yəni nə vaxt çağırdılar avtomobili geriyə? Avtomobili geri çağırıblar yanvar ayında. Fevralda dəyişik. Növbəyə durdum, fevralda dəyişdilər. Çağırdılar, bütün o ehtiyat hissələrin hamısını pulsuz dəyişdilər. Hansı ki, sənin elə bir müraciətin yox idi, Heç bir şikayətim də yox idi. Maşın tam normal işləyirdi. Özləri geri çağırma edib dəyişdilər. Onlar dəyişəndən sonra da əvvəl elə dəyişən ilk gündən var idi qara tüstüləmə. Bir müddət sonra başladı. Fikirləşirdim ki, bəlkə sistemi yeniləyiblər. Sistemin çirki təmizlənir. Üstündən paşdı neçə 5 ay keçib. Hələ də tüstüləmə dayıca artır. Apardım o gün servisə. Bütün hər şey yoxladılar. Dedilər heç bir şey yoxdur. Zaten biz nə lazımdır hamısını eləmişik, amma yenə də qara tüstü verir. Problem aradan qaldırılmıyor. Amma ona qədər qara tüstü yox idi. Xeyr, yox idi. Yəni maşının 112 min probegi var. İndiyə qədər elə bir şikayətim zərrə qədər olmuyor. Ya qara tüstü normalda zəngin yanacaqdır. Zəngin yanacaq, düzdür. zəngin yanacaq və yanacaq qarışımının düzgün olmamağı. Yəni hava yanacaq qarışımı düzgün getmir də belə. Burada dəyişirilən detalları göstərim sizə. Aha. Farsunkalar, zbor hamısı dəyişirilib. Deməli V şəkilli mühərrikdir. 6 farsunka dəyişirilib. Rampa deyilir. Bax bu hissə toplivni rampa adlanır. Yəni əsas yanacaq magistralı üzərində sensorlarla bir yerdə. O dəyişirilib. Hətta bu borulara qədər bunlar hamısı dəyişirilib. Yüksək təzyiqli yanacaq nasosunu dəyişiblər. TMV-də dediyimiz. TMV-nin bəli və aşağı təzyiqli yanacaq nasosu hansı ki yanacaq çənində yerləşir, filtrlə bir yerdə. Yəni yanacağa aid olan ta arxa çəndən bu hissəyə qədər hər bir şey sensorlarla bir yerdə dəyişirilib. Yəni ucuz şey də deyil də. Təxmini nə qədər? Təxminən dedilər bir 26 min manat civarında
zapsas dəyişilib maşın üstündə. 26. Yəni deyirəm də belə xoş səslənir. Yəni pulsuz bu qədər şey dəyişiblərsə bizdiki nə gözəldir. Yəni demək ki, buradakı cip də hansı ki birbaşa zavodla işləyir. Bəziləri deyirlər ki, yox biz zavodla işləmirik, nə bilim biz o sub deməli dilirik və s. Onlar eləmirlər. Amma bunu eləyiblər. Əksinə burada yaxşı bir nəticə olmalı. Əslində yaxşı nəticə var. Sürüşündə var, maşının işləməyində var, getməyində yaxşı nəticələr var. Sadəcə olaraq bu mənfi cəhəti bütün yaxşı nəticələrin sıradan çıxardır. Yəni orada Rəşad usta siz ki kodlaşma yəqin. Rəqib bəy, bizə bu sual veriləndə ki, farsunkaya müdaxilə olundu və yaxud dəyişdim, başqasını qoyduq. Cavabımız standartdır. Yeni farsunka kodlaşmalıdır. Yəni bunun üzərində olan kod beyinə daxil olunmalıdır ki, farsunka dəyişdi. Bu yəni bunu tanısın. Bunu tanı, bu millisaniyədə püskürmənlə işlə, bu intervalda işlə, həmçinin də yanacaq magistralın üzərində olan sensorlar. Ona da kodlaşma olur ki, yəni yanacaq, çünki porsiyanı tənzimləyən budur. Reykanın sensorudur və püskürməni də tənzimləyən farsunkadır. Yəni burada ya iki variant var. Birinci variant odur ki, kodlaşma. Hətta o kalibrovka deyilən. Bəli, kodlaşma. İkinci variant yenə də qalır. Düzdür, çox az bir ehtimalla bu qoyulan ehtiyat hissələrinin hansısa nasazdır. Hansısa farsunka stenddə yoxlamaq lazımdır. Çünki bu məsələ bizi niyə yayındırır? Biz düşünürük ki, hər şey yenidir, orijinaldır. Hətta elə məsələ də odur da. Amma istisna da etməyək ki, orijinal olsa da belə sıfır xətayla olan bir mexanizm yoxdur. Yəni bu mində birində problem ola bilər. Bir iynəsindəmi, nəyindəmi? Ona da təkrar baxmaq istəmirlər də, mən belə başa düşdüm. Dedilər, bu dəfə dünən sırağa gün olmuşam servisdə, dedilər təkrar hər şeyə baxmışıq, hər şey yoxladıq, heç bir qüsur yoxdur. Biz qoyduğumuz, düzəltdiyimiz hər şey tam idealdır, elektron diaqnostika təzyiqdən elədik, heç bir səhv yoxdur. Tam Məsələn, kodlaşma, kalibrovka. hamısını soruşdum, dedilər hamısını eləmişik. Rəşad usta deyəndən sonra bir də təkrar zəng gəldim, soruşdum, dedilər hamısını eləmişik. İndi nə təklif edirlər? Yəni bu problem nədir? Bir dənə deyirlər ki, gedin sajva filtri yuduzdurun, bəlkə onun üstündə olan seçkidə. O da biraz real deyil, çünki maşını yüksək dövrlərdə uzun müddət işlətmişəm ki, bəlkə təmizlənə də. Yəni biz təcrübədə elə bilirik ki, sajva filtri yüksək dövrlərdə təmizlənir. Bunun heç bir fərq eləmir. Yəni bir dənə də işə salaq eyni şəkildə həm səsi eşitsinlər bizi izləyənlər, həm o yəni qara tüstü əməlli görünür də. Biri var ki, belə sürücü var ki, çox həssasdır. Desin ki, hə, yox elə görünür onsuz da. Burada biz əsas Yox, elə görüntü kifayət bir daha ona edin zəhmət olmasa. Yəni normal tam qaz verir. Bu anormaldır da, belə şey olamaz. Özdə bu hər dəfə olur ha. Biri var deyəsən ki, Yaxşı. bəzən olur, bəzən olmur. Söndür. Elə qalsın işlək qalanda bizim mühər indi düzdür pər işləyirdi ya. Bir də işə salın zəhmət olmasa. Pər işləkli yerə çatsa biz biraz Mühərrikin o yeni işləmə səsi gəlir. Düzdür, kamera biraz səsi çox yansıda bilər, kapot açıqdır, amma buradan dinləyirik. Bu sanki bir mühərrikçinin qulağına bir musiqi kimi yayılır bunun səsi. Əladır. yəni mühərrik ideal işləyir. Dediyim kimi Raqib bəy, bunun variant qalır ki, həmin farsunkalar stenddə yoxlanılsın. Və yenə də kodlaşmaya yenidən olunsun. Onlar da deyir eləmişik də. Yəni təkrar bir də baxıblar. Təkrar bir də baxıblar. Deyirlər hər şey eləmişik. Yəni sistemlə bağlı heç bir problem yoxdur. Bir məsələ də qalır. Bir də tüstü demogenerator deyirlər. Onu yoxlamaq lazımdır. Nəyisə açıb bağlayan zamanı ola bilər ki, cüzi hava qatışma olar. Hətta onu da soruşdum. Deyir o da beyin bildirir. O hallar baş verdiyi zaman Beyin nizamlayır. hamısı bildirir. Yəni səhv kimi düşür beyinə. Onu da belə yoxlamışıq, yoxdur. Rəşad usta mənə dedi, mən təkrar zəng gəldim, bir də soruşdum. Problem bilirsiniz nədir? Söndürürlər. Söndürür. Artıq ha. Çünki bizə lazımdır onu göstərək o tüstünü. Servis əla, gözəl işlər görüb, amma burada problem nədir? Servis hər şeyi monitor arxasından baxır. Yəni diaqnostika mənə bunu demirsə, deməli heç nə yoxdur. Burada artıq bu qara tüstü varsa, diaqnostikada heç nə demirsə, artıq bunlar bir-bir mexaniki baxılmalıdır. İndi məsələ nədir? Fərid həm də variantlarımızdan biri budur ki, Fərid Ceyhun ustaya yaxınlaşsın. Hələ deyirsən yaxınlaşmalısın. Xeyr. Yəni Fərid tutaq ki, yaxınlaşdı Ceyhun ustaya. Ceyhun usta onu müəyyən elədi. Ardıcıllıq olmalıdır. Bir tüstü generatorundan yoxlanılmalıdır. Bu bir. Bunu keçdik. Bu olduqdan sonra farsunkalar çıxıb stenddə yoxlanılmalıdır. Yenə də dediyim kimi 1000 farsunkadır. Biz güvənirik ki, farsunkalar yeni qoyulub. Amma
Ola bilər onun da hansında birindəsə. Hətta bəlkə arzu qoyulanın özündə bir problem var, defekt var, nəsə var. Bəli. Hərçənd ki O ikinci məsələdir. Üçüncü məsələ də yenə bütün parametrlərinə baxandan sonra hava ölçən olsun, hər şey baxılandan sonra parametrlə, xətanan yox. ha. Kodirovka olunmalıdır. Və bundan bu düzəlməlidir. Bu düzəlmirsə Yox, düzəlməli. Tutaq ki, indi Ceyhun Ustanın yanına getdi, Ceyhun Usta onu lap tutaq ki, elədi, baxdı, tapdı və düzəltdi. Aha. Onda bəs servis burada yəni nəyə lazımdır? Yəqin ki, servis ödənişini edər, servisində bir təcrübə olar. Servis ona yaxın dururmu ki, məsələn biz indi apardıq Ceyhun Usta onu Servis tapdı. heç nəyə yaxın durmur. Deyir, bizim gördüyümüz heç bir işdə qüsur yoxdur. Bizim gördüyümüz. Mən də nəticədən danışıram da. Yəni mən də bu Hərdə problemi həll gələn edirəm. yoxlatdıraq, ondan sonra gedib bir də təkrar servislə bir də danışaq. Hə, onda görə bizim də onu Ceyhun Ustanın yanına aparsın. O deyilənləri Ceyhun Usta yoxlasın. Ən azından çıxarsın ki, bax görürsüz burada bu parametrlər düz deyil, hava yanacaq qarşımında bu problem var Bəli. və yaxud nə isə də indi o dediyiniz kimi. Amma mən də inanmıram, bu sarj filtr məsələsinə oxşamır. Yox, ya buna qədər olmayıbsa, bu dəyişilib, sarj filtrdə iş görülməyib axı. Gəlin Hə, belə. daha sonra sual gəlin da oldu. belə baxaq da Elə idisə məsələn. əvvəl niyə yox? Yaxşı, servis deyir ki, burada xəta yoxdur. Hava olanda mən görürəm ki, xəta var. Qurum süzgəcində də problem olanda O da verməlidir. verməlidir. Hə, verirmi? Və yaxşı, buna kompüterlə yanaşırsansa, buna niyə kompüterlə yanaşmırsan? Hayır, normalda yəni bu bir texniki baxış kimi yaxınlaşmayıb da. Bu sadəcə deyib ki, qlobalda geri çağırma var. Yəni belə deyək, Jeep korporasiyası Azərbaycanda olan, nə bilim, onlarla, yüzlərlə Jeep üçün yəqin ki, əgər 20 mindən söhbət gedirsə, burada yəqin ki, nə bilim, bir neçə milyonluq detal göndərilir. Çox yəqin ki, bəli. Hə, yəni əgər bu bütün bu avtomobillər şamil Burada olunursa. bir sual da yaranır. Buradakı servis o qloballa bir əlaqəyə keçibmi? Əlaqəlidir. Onlar Yox, bu problemlə ki, Dünən qardaş, mənə zəng gəlmişdi. siz göndərdiniz farsunkaları, Normalda mən zavoda qoydum, yazılır, hə, mən qoydum, tüstü yarandı, aradan qalxmır. Mən nə edeyim? Elə bir müraciətləri olubmu? Yox, bunların yəni mənə dediklərinə görə olmayıb. Dünən mənə zəng eləmişlər servisdə xidmətin keyfiyyəti ilə bağlı. Şikayətimi bildirdim ki, şikayətim bundan ibarətdir. Mən hansı şikayətlə gəlmişdim, heç bir xeyir olmadı. Yəni problem aradan qalxmadı. Dedilər biz rəhbərliyə mail yazacağıq. Əsla mənə verdikləri cavab, əlavə cavab bu olub. Başqa bir cavabları olmayıb. Yəni biz təcrübədən görmüşük ki, bu halda sürücü artıq heç bir çarə tapmayanda yazır birbaşa zavoda. Yəni Amerikaya yazır Bəli. ki, Azərbaycanda belə bir problem yaşamışam. Mən Çünki də onu düşünürəm. hə, əslində artıq növbəti addım odur. Yəni sən burada durub nə bilim ustaya, düz deyim ustaya sübut eləmək üçün gedirik. Amma normalda artıq sən o zavoda yazanda burdakılar narahat olurlar. Çünki zavoddan bunlara geri dönüş gəlir ki, bəs oradan sürücü mənə şikayət göndərib. Burada Rəq bəy, servisi də anlayıram. Adam yeni detallar qoyub, bütün mövcud o parametr işləri görüb. Amma ən azından ora bildirməlidirlər ki, qardaş, sən mənə verdin, qoydum, Hə də. kalibrovka elədim, tüstü verir. İndi nə edeyim? Ay sağ ol. Yəni o normalda elə rəsmi servisin üstünlüyü ondadır ki, bağlantı edir zavodla Bəli. ki, bax hətta problemi bəzən görsən ki, zavod oradan izləyir, tövsiyəsini verir də. Yəni zavodun özünün Bəli. mühəndisləri oradan tövsiyə verir ki, hə indi bunu eləmək lazımdır. Amma belə görürəm ki, zavoda ümumiyyətlə heç bir şey bildirməyiblər. Elə öz bildikləri şəkildə baxıblar ki, hə, yəni biz elədik. Başqaları da olub görəsən. Yəni sizdə belə bir Tanıdığım bir adam yoxdur deyə bilmirəm. Yəni dizel sürən tanıdığım bir adam yoxdur. Çünki bəzən o avtomobillərin qrupları olur da bir yerdə. Yox, mən o qrup üzvü deyiləm də bilməz. İndi bəlkə bizim səhifədə olar kimsə yazar, kim ki eyni Fərid kimi buradan alıb, buradan Bunlarda Sıfırdan daha götürüb. çox biz ayrıcı, yəni razatkanın zənciri problemi eşitmişdim. Amma Fərid bəydən soruşdum, dedilər bir problem olmayıb. O da 200 minə yaxın olur. Adətən biz bu avtomobilləri problemsiz avtomobillər 100 mini yeni siyahısına keçib də. Neçədir? 113 min probegi var. Yəni indiyə qədər heç bir defekt olmayıb. Olmayıb. Heç nə. Zaten Ha. ancaq bunu yağ dəyişməsəydilər heç olmazdı da. Bəli, bəli, bəli. Maşını ancaq yağ, yanacaq, 2 yağ dəyişmədən bir yanacaq filtri dəyişilib. Hər yağ dəyişmədə hava filtri dəyişilib. 2 yanacaq yağ dəyişmədən bir kondisioner filtri dəyişib, məcburidir. Ha. Başqa indiyə qədər heç bir iş görünmür. Onlar ödənişli olur da servis. Bəli, bəli, hamısı ödənişli olur. Hətta Dövri zavodun işlər qoyduğu də. nakladkalar indi də üstündədir. Oymuş. 113 min probek gedib, hələ zavodun qoyduğu indiyə qədər də üstündədir. Yox, recall'un bir mahiyyəti olur da. Yəni o geri çağırmanın bir statistikası olur. Yəni zavod baxır ki, əsasında Amerika bazarında bunu müşahidə edirlər, sonra onu digər yerlərə şamil edirlər. Məsəl üçün deyək ki, baxırlar ki, nə bilim satdığımız 10 min avtomobildə həmin modeldə, deyək ki, nə bilim 100-ündə faiz etibarı ilə də 100-ündə məsələn elə problemlər var ki, oxşardır və burada sürücüdə heç bir şey yoxdur. Onda dedilər ki, hə, burada artıq recall var, bu detalları biz pulsuz göndəririk, pulsuz dəyişdiririk. Çünki zavod burada kifayət qədər pul xərcləyir. Yəni burada indi nə qeyd alıblar ki, qərara gəliblər ki, bunlar hamısı dəyişilməlidir. Heç bir məlumat vermirlər, yəni məlumat yoxdur. Hə, bax o da maraqlı. Özləri də bilmirlər, dediklərinə görə zavod göndərib bunları dəyişirlər.
Rəqib bəy, böyük ehtimal farsunkalar açıq qalıb, hansısa bir neçə avtomobildə o gidroudar yaranıb, bu da böyük mühərriki dağıtmağa gətirib deyə onu önləmək üçün servis bu addım atıb. Yəni bu kiçik bir məsələ deyil. Yo, əslində yenə deyirəm, əla addımdır. Ya yanacaq sızıntısıdır, ya gidroudardır, bulardır. Hə, ona Normalda görə başqası olsa deyərək ki, 100 min də keçib, bəli. zəmanəti də bitib də yəqin ki, Bəli. 100 min. Hə, yəni normalda başqası deyərdi ki, 100 min də keçib, heç buna aidiyyəti də yoxdur, heç eləmirəm də. Bəli. Yəni bunu eləmirsən, əla, gözəl təşəbbüsdür, amma bu problem yaranıb da, bunu həll etmək lazımdır. Hətta bunlar öz satdıqları, özlərini satmadığı belə hardan gətirmirsən fərqi yoxdur. Onları da geri çağırma ilə dəyişirlər. Qeydiyyata düşürdün, 1-2 ay gözləyirsən, qeydiyyata alırlar, ehtiyat hissəsi sifariş verirlər, gəlir. Super. Sonra çağırırlar, gəlin dəyişir. Mənə niyə heç nə demirlər? O bunun başqa ilinə aid deyil də. Məsələn bu dizel ancaq 2016-ya Hə, aiddir. sırf bu seriyaya aiddir, 16-nın Məsələn dizilləri. 2018-ə aid deyil, 2012-yə aid deyil. Bu 3.6-lar 2014, 2013, 2014 idi səhv eləmirəmsə. Yəni 3.6-lar müəyyən illərə aid ediblər onu. Konkret bütün hamısına aid deyil. Yo, bəzən olur, mənə də bir-iki dəfə uşaqlarım get müraciət elə. Deyirəm ki, nə bilim, istəyirlər özləri tapsınlar da, mən niyə müraciət edirəm? Düzdür, yəni mən buradan özüm sıfırdan almamışam, amma hər halda Amerika variantı olduğunu, mənə burada Avropa variantı olduğunu dedilər. Sonra mən Carfaxda yoxladım, gördüm ki, 2 dəfə də recall olub, hə, onu gördüm, amma getmədim də. Biraz da o deyilən şeyə görə ki, gedirsən, olsa da belə deyirlər ki, yox, bizə aidiyyəti yoxdur falan. Amma yəni bu vallahi gözəl təşəbbüsdür. Əslində özləri müraciət eləməmişlər. Mən sosial şəbəkələrdə paylaşmışdılar. Mən oradan görüb özüm zəng eləmişəm ki, belə bir şey gördüm sosial şəbəkələrdə. Düzdür, dedilər bəli. Qeydiyyata aldılar, ondan sonra 2 ay sonra çağırdılar. Hə, hərçənd ki, sizin maşınlar orada qeydiyyatdadır. Bəli, bəli. Onlar da qeydiyyatdadır. Onların özüm satdılar. Ha, indi maraqlıdır. Burada 2 variantımız var. Ya Fərid gedəcək, Ceyhun usta baxacaq, yəni bir müstəqil usta kimi parametrlərdən falan çıxaracaq ki, hə, bax mən bunu müəyyən elədim. Hətta adətən belə olurdu. Usta bir xətanı görür, deyir ki, bunu mən düzəldə bilərəm. Yəni artıq gördüyü parametrlərə görə düzəldə bilərəm, amma usta artıq ona görə pulunu istəyir, işini görür. Ya servis onun pulunu ödəyir ki, hə, bu tapdı, düzəltdi, əgər belədirsə. Ya da ki, siz zavoda yazırsınız ki, bəs belə oldu və indi də mənə deyirlər ki, yəni bizdə heç nə yoxdur. Mən zavoda yazmağı düşünürəm. Əvvəlcə gedim Ceyhun usta baxsın, görək problemi tapsınlar. Ondan sonra mən zavoda yazmağı düşünürəm ki, zavoda yazar, görək onlar nə deyəcəklər. Ümidvaram ki, onlar buradakılar kimi deməzlər də bizlik deyil. Yox, zavod adətən belə demir. Ən azından servisi məcbur edir ki, bu məmnuniyyət yaradılmalıdır. Çünki hər bir halda bir markanın antireklamıdır da hər bir halda. Ona görə indi bizim izləyicilərdən varsa əgər onların belə deyək də rastına çıxıbsa, belə bir problem yaşayıblarsa, onlardan xahişimiz olacaq ki, şərhlərdə bildirsinlər, bilək. Amma bizim edəcəyimiz birinci növbədə indi sabahda bir sündə Fərid gedər Ceyhun ustanın yanına. ən gözəli hə, bu ardıcıllı və mexaniki formada yoxlanılmalıdır. O da o tüstü generatorundan, parametrlərdən, bəziləri asiloqrafla baxsın, görsün ki, nədir xəta. Təkrar dönmək olar servisə ki, biz bunu müəyyən eləmişik, məsələ budur. Yenə desələr ki, yox, eləmişsiniz, amma bizlik deyil, onda artıq qalır zavod. Hə, görək də inşallah ki, deməzlər, durarlar inşallah ki, həll eləyərlər problemi. Hə, amma yəni birinci dəfədir mən belə şey görürəm, həqiqətən özümə də maraqlı gəldi. Elə Rəşad usta deyəndə dedim ki, onda gəlin bu dəfə həm görək də biz də bir sorğu eləyək. Görək varmı bizim izləyicilər arasında eyni şeyi yaşayanlardan? Bildirsinlər bizə. Yoxdursa da onda bizim atacağımız addım budur. Hətta servis özü də indi videonu izləyirsə, ki, hər halda izləyəcəklər, onların da fikirləri, reaksiyaları bizim üçün maraqlı olardı. Amma təşəbbüs gözəldir, alqışlanacaqdır. Bu avtomobilin reklamı ola bilərdi. Dönüb anti reklamı oldu. Məsələ ondadır. Belə, təşəkkürlər, sağ olun.